Xocalı faciəsinə görə Azərbaycana qayıdan, döyüşə başladığı ilk gün 4 erməni öldürən, Ağdərəni işğaldan azad edən əfsanəvi qəhrəman Vəzir Orucov 1956-cı ildə Tərtərin Xoruzlu kəndində doğulub. 1984-cü ildə Rusiyaya köçsə də 1992-ci ildə Xocalı soyqırımını eşidib Azərbaycana qayıdır, döyüşlərə qatılır. Qısa zamanda tabor komandirinin müavini vəzifəsinə yüksəlir. Həsənqaya, Köyarx, Madagiz, Akop Komari, Sərsəng su anbarı, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə ermənilərin bütün planlarını alt-üst edir. Ermənilər vəzirin olduğu bölgələrdə uğur qazana bilmirdilər. Onun adını eşidəndə qorxuya düşürdülər. Hətta məhv edilən bir snayperin cibindən vəzirin fotosu da çıxmışdı. Qarabağda vəzirlə tanış olan Rusiyalı jurnalist Aleksandr Nevzorov xatirələrində onu tanıdığı ən cəsur insan adlandırmışdı. 92-ci ilin avqust ayında Orucov 30 nəfər PK pulemyotu ilə silahlanmış kəşfiyyatçısı ilə Sərsəng su anbarına kəşfiyyata yollanır. Batalyon komandiri Sərdar Həmidovun dəstəsi öndən, vəzirin kəşfiyyat qrupu isə düşmənin arxasından hərəkətə keçir. Ermənistanın Arabo batalyonu həmin gün böyük itkilər verir və bu əməliyyata görə Ermənistanda 3 günlük matəm elan edilir. Sentyabrda 2 erməni maşınını vurur. Onların arxasınca gələn düşmən tankını da vurmaq istəyərkən yaralanır. Müalicə olunduqdan sonra hospitaldan çıxıb 1992-ci il dekabrın 11-ni öz ad gününü Rusiyada yaşayan ailəsi ilə birgə keçirmək üçün Arxangelska gedir. Bir müddət sonra Camal adlı 7 yaşlı oğlunu da götürüb geri qayıdır və yenidən döyüşlərə başlayır. Lakin 22 mart 1993-cü ildə Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olur. Ölümündən 5 gün sonra Vəzir Orucova Azərbaycanın milli qəhrəmanı adı verilir. Vəzir bəy, biləm döyüşün ən çətin vaxtıdır. Bir-iki kəlmə deydiniz, biləm mən yükçülərə siz çıxmışsınız. Uşaqlarınızdan da yaralanan da var, şəhid olanınız da var. Bəli, var. Deydiniz bu qəhrəman uşaqlardan, sizin o haqqınıza bilirik, azdan çoxdan. Elə uşaqlarımız hamısı da sözün əsl mənasında qəhrəmandırlar. Burada heç birimiz heç birimizə artıq hərəkət eləmir, hamı bərabər hərəkət edir. Hamı da bərabər döyüşür. Hamısına mənim böyük hörmət, minnətdarlığım var. Sağ olsun aramızı. Sağ olsun.